Növbəti maşınımız Chevrolet Cruze 1.4 turbo mühərrik. Maşınımızda problem benzin filtri ilə bağlıdır. Müştərimiz narahatlıq edirdi ki, maşında dartılmalar var və buna görə də məlumdur ki, sizə Chevrolet modellərində benzin filtrinə daxil olmaq üçün yanacaq çəni, yəni bak sökülməlidir, yerə qoyulmalıdır. Biz də hal-hazırda sökmüşük və bakın içi də xoş halda deyildi. Bakın içi də təmizlənəcək, benzin filtri yenisi ilə əvəz olunub, inşallah üstünə bərpa ediləcək. Bundan da əlavə maşında olan benzin sistemi yuyulmalıdır, yəni farsonka, zasonkalar hamısı yenidən gərək stent vasitəsilə yuyulsun. İnşallah maşın haqqında sizə növbəti məlumatları verəcəm. Chevrolet Cruze 1.4 turbo mühərrik. Müştərimizin narahatlığı maşında dartılma var idi. Yanacaq çəni, yəni benzin bak yerə qoyuldu. Yanacaq filtri, yəni yanacaq süzgəci dəyişildi, yenisi ilə əvəz olundu. Benzin sistemi farsonkalar da daxil olmaqla yuyulub, tam maşına quraşdırıldı. Maşın hal-hazırda diaqnostika olunur. Diaqnostika olunduqdan sonra müştəri ilə bərabər test sürüşü ediləcək. İnşallah müştəriyə təhvil veriləcək. Şimdi belə istəyir gördürmək istəyir. Bio vasitəsilə, bioda qeyd edilən nömrə vasitəsilə, Instagram, TikTok vasitəsilə üstəliyi ilə əlaqə saxlaya bilərlər. Xidmət istəyir.